Salam əziz uşaqlar, bu günlər sizlə əvəzlik haqqında danışacağıq. Əsas nitq hissələrinin əvəz edən nitq hissəsinə və ya sözlərə əvəzlik deyilir. Əvəzlik əvəz etdiyi nitq hissəsinin xüsusiyyətini daşıyır. Hansı nitq hissəsinə əvəz edirsə, həmin nitq hissəsində sualına cavab verir və onun özünə məxsus xüsusiyyətlərini daşıyır. Özünə məxsus qrammatik şəkilçisi yoxdur. Əvəz etdiyi bütün nitq hissələrinin xüsusiyyətini daşıya bilmir yazılsın. Bütün cümlə üzvləri vəzifəsində işlənə bilir. Əvəzliyin qurulucu digər əsas nitq hissələri kimi qurulucu növləri var. Sadə əvəzliklər, düzəltmə əvəzliklər və mürəkkəb əvəzliklər. Mürəkkəb əvəzlikləri tərkib əvəzliklər deyilir yazılsın. Sadə əvəzliklər mən, sən, o, bu, elə, belə, həmin və s. Düzəltmə əvəzliklərdən biri var. Biri sözü yazılsın ki, kimsə sözünü əvəz ediləndə düzəltmə əvəzliyi mövqeyinə çıxır. 2-3 sözü ilə əvəz olunanda say mövqeyində çıxış edir. Kimsə, nəsə, hərə, neçənci, haralı, bunlar yazılsın ki, düzəltmə əvəzliklərdir. Mürəkkəb əvəzliklərdən yalnız bir dənəsi uşaqlar yazılsın ki, filan kəs bitişi yazılır. Hər kəs, heç kim, kim isə, nə isə, heç nə və ya digərlər yazılsın ki, ayrı yazılır. Yəni, tərkib əvəzliklərdən sayılır yazılsın. Burada da qeyd vermiş ki, bir sözü kimsə sözü ilə əvəz olunur, əvəzlik sayılır. Digər hallarda isə sayı hesab olunur. Məsələn, deyirik ki, biri səni axtarırdı, kimsə səni axtarırdı. Bu da əvəzlik mövqeyindədir. Uşaqların biri gəlməmişdi, uşaqların ikisi gəlməmişdi, üçü gəlməmişdi. Say mövqeyində nəyi çıxış edir? Əvəzliyin uşaqların mənalı növləri də var. Şəxs əvəzlikləri var, işarə əvəzlikləri var, qeyri-müəyyən əvəzlikləri var, təyin əvəzlikləri var, bir də sual əvəzlikləri var. Biz bu gündən sizlə şəxs və ya işarə əvəzlikləri haqqında məlumat verməyə çalışacağıq. İsmi ümumiyyətlə yazılsın ki, şəxs əvəzlikləri uşaqlar ismin yerində işlənir. Kim, nə suallarından birinə cavab verir. Bayaqlar dedik, əvəz etdiyi nitq hissəsinin bütün xüsusiyyətlərini daşıya bilir. Baxın, burada da şəxs əvəzlikləri məsələn kim nə sualına cavab verir, amma hara sualına cavab verə bilmir yazılsın. Qurulucu yalnız sadə olur, təkdə və cəmdə ola bilir. Mən, sən, o, birinci, ikinci, üçüncü şəxsin, yəni tək formasında, cəmləri biz, siz, onlar yazılsın, biz birinci şəxsin cəmi, siz ikinci şəxsin cəmi, onlar isə üçüncü şəxsin cəmi mövqeyində işlənə bilirlər. Birinci və ikinci şəxslərimiz uşaqlar yazılsın ki, yalnız insana aid olurlar. Üçüncü şəxsi bildirənlər həm insana, həm cansız varlıqlara, həm də heyvanlara aid ola bilirlər yazılsın. Sual düşsə ki, məsələn, birinci və ikinci şəxsin təkində cəmdə olanlar yalnız kim sualına cavab verə bilirlər. Amma üçüncü şəxsin təki və cəmi həm kim, həm də nə sualına cavab verə bilir. Aydın oldu mu? Yazılsın ki, uşaqlar isim kimi, ismin xüsusiyyətini daşıdığı kimi, isim kimi hallana bilirlər. Məsələn, mənim, mənə, məndə, məndən və s. Yazılsın ki, mən əvəzliyi və biz əvəzliyi yəli-yalı biraz fərqli şəkildə qəbul edə bilirik ki, yəli-yalın şəkilçisi ın üstü 4-dür. Amma mən əvəzliyi onun hansı formada qəbul edir? Mən, im formasında, yəni ın formasında. Bir də biz əvəzliyi yazılsın ki, biz əvəzliyi im formasında qəbul edir. Yəni, digərlərində isə ın formasında davam edir. Yazılsın ki, uşaqlar, mən, sən və o əvəzlikləri. Bunu fonetikada demişdik, şəxs əvəzlikləri. Çıxışlı qal şəkilçisi qəbul edəndə yazılsın ki, onda olan çıxışlı qal şəkilçisi dan, nan kimi tələffüz olunur. Məsələn, məndən sözün tələffüzü necədir? Məndən. Ondan sözün tələffüzü necədir? Ondan. Şəxs əvəzlikləri uşaqlar bütün cümlə üzvləri vəzifəsində nə edə bilirlər? İşlənə bilirlər. Yazılsın. O yaxşı oxuyur. Məsələn, burada mübtəda mövqeyində işlənib yazılsın. Sizə demişdim, burada tamamlıq mövqeyindədir. Bu ilin qalibi odur, bu da xəbər mövqeyindədir. Sizə gələcəklər zərflik mövqeyində işlənir. Bizim sinif qalibdir. Mənsubə şəkilçisi olmayanda siz, biz əvəzliklərindən sonra təyin mövqeyində nə edə bilir? Çıxış edə bilir. Yazılsın ki, bəzən hörmət və rəsmiyyət mənasında siz əvəzliyi böyük hərflə yazıla bilər. Xüsusən də o yazılsın ki, hər hansı bir yerə ərizə yazanda hörmət və rəsmiyyət mənasında siz sözün böyük hərflə yaza bilər. Məsələn, deyir ki, mən sizə bu xidmətlərinizə görə alqışlayıram. Aydın oldu mu? Hörmət mənası var. Bunlar oldu şəxs əvəzlikləri. Şəxs əvəzlikləri yazılsın ki, uşaqlar, bəzi hallarda ümumiyyətlə yazılsın ki, normalda şəxs əvəzlikləri hansı nitq hissəsini əvəz elədir? İsmi əvəz elədir. Yazılsın ki, şəxs əvəzlikləri bəzi hallarda mətn daxilində, ümumiləşdirmək lazım deyil. Mətn daxilində digər nitq hissələrində
əvəz eləyə bilər. Məsələn, baxın, deyəm 5-cilər qalib gəldi. Bax, burada 5-cilər sözümüz saydı, düzdürmü? Direktor onları təbrik etdi. Bax, burada 5-cilər sözü saydı. Onu əvəz elədik şəxs əvəzliyinə. Burada nəyi əvəz elədi? Sayı. Yadda qalarmı? Həyətdəki burada yaşayır, onu tanıyıram. Dakıdakı şəkilçi varsa, burada sifət mövqeyindədir. Onun nə oldu uşaqlar? Onu əvəz elədi. Düzdürmü? Sifət əvəz elədi. Yarışanlar tez gəlmişdilər. Yarışanlar yazılsın fe'li sifətdir. Onlar həyəcanlı idilər. Və burada nəyə əvəz elədi? Fe'li sifəti. Ancaq mətn daxilini əvəz edirlər. Amma ilk halda bizdən soruşsalar ki, şəxs əvəzlikləri hansı, belə deyək də, şəxs əvəzlikləri hansı nitq hissəsini əvəz edir? Onda bilirik ki, nəyə əvəz edir? Onda yazılsın ki, ismi əvəz edir. İşarə əvəzlikləri. İşarə əvəzlikləri yazılsın ki, uşaqlar, işarə məqsədi ilə deyilən əvəzliklərə işarə əvəzlikləri deyilir. Yazılsın ki, o, bu, elə, belə, həmin, həmən, bu kimi sözlər işarə əvəzlikləridir. Necə, nə cür hansı suallarından birinə cavab verir və quruluşca necə olur uşaqlar? Yalnız sadə olur. Şəxs əvəzlikləri də quruluşca sadə olurdu. İşarə əvəzlikləri də quruluşca sadə olur. Baxın uşaqlar, adətən sifət əvəz edir. Nə üçün adətən sifət əvəz edir? Yəni, çox hallarda sifət əvəz edir. Bax, o əvəzliyi uşaqlar homonimdir. O əvəzliyi homonimdir. Biz bayaqları o şəxs əvəzliyi haqqında danışdıq, düzdürmü? O şəxs əvəzliyi də var, o işarə əvəzliyi də var yazılsın. Ona görə diqqətli olmaq lazımdır. Əgər o əvəzliyi kim və nə sualına cavab versə, bunun olur şəxs əvəzliyi. Yox, əgər o əvəzliyi necə, nə cür və ya lap hansı suallarına cavab verəndəsə, olur nə işarə əvəzliyi. Baxın, deyirəm ki, o gəldi, düzdürmü? O gəldi nümunəsində o sözü kim sualına cavab verir? Burada bilirik ki, bu nədir? Şəxs əvəzliyidir. Yazılsın, o əvəzliyi hal, xəbərli şəkilçisi qəbul edərsə də şəxs əvəzliyi sayılır. Onsuz bilirik ki, hala görə də dəyişmək, xəbər şəkilçisini qəbul eləmək də nəyə aiddir? İsmin xüsusiyyətidir. Onda da biləcəyik ki, nədir uşaqlar? Şəxs əvəzliyidir. Əgər o əvəzliyi necə, nə cür hansı suallarından birinə cavab verərsə, işarə əvəzliyidir. Məsələn, deyirəm ki, o kitab maraqlıdır. Hansı kitab maraqlıdır? Bir də diqqətlə baxaq uşaqlar. Dedik ki, o əvəzliyi homonimdir. Həm işarə əvəzliyi ola bilir, həm də şəxs əvəzliyi ola bilir. Diqqətlə baxın. O əvəzliyi kimlə sualına cavab verdikdə, kimlə sualına, yəni ismin sualına cavab verdikdə, bunu götürürük nə? Şəxs əvəzliyi. O gəldi, kim gəldi, o gəldi. Düzdürmü? Burada oldu işarə əvəzliyi. O əvəzliyi yazılsın ki, hal şəkilçisini qəbul eləsə, xəbərli şəkilçisini qəbul eləsə, onda da nə olacaq uşaqlar yazılsın? Onda da şəxs əvəzliyi kimi düşünülə biləcək. Çünki ismi aid olan xüsusiyyətlərdir. Yox, o əvəzliyi necə, nə cür hansı sualına cavab verəndə isə sifəti əvəz etmiş olur. Məsələn üçün, baxın uşaqlar, belə bir dənə nümunə yazıram. Yazıram ki, ondan xoşum gəlmir. Ondan xoşum gəlmir. Düzdürmü? İndi burada bizim o əvəzliyimiz var. Düzdürmü? Biz buna sual verməsən də, sual vermədən də bunun şəxs əvəzliyi dəqiqliyinə deyə bilərik. Nə üçün? Çünki bunda hal şəkilçisi var. Yadda qalar mı? Aydın oldu. Davam edək. Gəldik, çıxdıq bu əvəzliyinə. Bu əvəzliyi yazılsın, 2 dənə nitq hissəsini əvəz eləyib. Bu əvəzliyi 2 dənə nitq hissəsini əvəz eləyib. Həm ismi əvəz eləyə bilir, həm də sifəti əvəz eləyə bilir. Baxın, zəhmət olmasa. Bu əvəzliyi əgər sifətin suallarına cavab verərsə, necə, nə cür, hansı sualına cavab verərsə, onda sifəti əvəz etmiş sayılır. Yox, ismin sualına cavab verərsə, onda ismi əvəz etmiş sayılır. Deyirəm ki, bu Çinarın 100 yaşı var. Hansı Çinarın 100 yaşı var? Bu Çinarın. Bax, burada hansı sualına cavab verdi? Biz bunu götürdük nə? İşarət saçmayasılar, sifət deyil. Sifəti neyib əvəz edib? Bu mənim məktəbdəki ilk günüm idi. Nə? Bu mənim məktəbdəki ilk günüm idi. Burada götürürük bunu nə? İşarə əvəzliyib, amma nəyə əvəz edib? İsmi əvəz edib. Çünki nə sualına cavab verib. Yazılsın ki, bu əvəzliyi ismi əvəz edərkən cəm, hal və xəbərli şəkilçilərini qəbul eləyə bilir. Yadda qalar mı? Cəm, hal və xəbərli şəkilçilərini. İsmin xüsusiyyətlərini daşıyır. Məsələn, deyirik ki, bunlardan mənə lazımdır. Bu əvəzliyində nələr var? Lar cəm şəkilçisi var, dan çıxışlı qar şəkilçisi var, düzdürmü? İndi burada ismin xüsusiyyətini qəbul eləyib, bəli. Bilirik ki, nəyə əvəz eləyib? İsmi əvəz eləyib. Və gələn bunlardır. Yenə cəm şəkilçisi və xəbərli şəkilçisi var. Yazılsın ki, neyini? İsmin xüsusiyyətini daşıyır. Nəzərinizə çatdığım ki, uşaqlar, o işarə əvəzliyi,
Bir də yazılsın ki, bu işarə əvəzliyi. Bunlar mənsubiyyət öyle dəyişmir. Yadda qalalım, ümumiyyətlə o əvəzliyi şəxs əvəzliyi də olanda, işarə əvəzliyi də olanda mənsubiyyət öyle dəyişmir. Yadda qalalım. Davam edirik uşaqlar. Yazılsın ki, o işarə əvəzliyində ismə aid olan heç bir xüsusiyyəti qəbul etmir, hallanmır, cəmlənmir. Yəni o əvəzliyinin tərkibində hal şəkil çıxıyoruz. Zaten heç fikirləşmədən onu nə götürəcəyik biz? Şəxs əvəzliyi kimi götürəcəyik. Sonra keçirik uşaqlar elə-belə əvəzliklərinə. Elə-belə əvəzlikləri həm sifəti, həm də nəyə əvəz edir uşaqlar? Zərfi əvəz edir. Mənsubiyyət şəkilçisi qəbul etdikdən sonra nəyi qəbul edir uşaqlar? Yazılsın ki, ismi. Belə kitab ara düşməz. Burada isimdən əvvəl gəldiyi üçün nəyi əvəz edib? Sifət əvəz edib. Elə insan olduğunu isimdən əvvəl gəlib, yenə nəyi əvəz edib? Sifət əvəz edib. Elə-belə əvəzlikləri hərəkəti izah etdikdə isə uşaqlar yazılsın zərf mövqeyinə çıxış edir. Məsələn, böyüyün yanında belə danışmazlar. Burada belə sözü feilin əvvəlində gəldiyi üçün nədir? Zərf mövqeyindədir. Elə danışmaq insanı gözdən salır. Necə danışmaq? Elə danışmaq. Burada da zərf mövqeyindədir. Yazılsın ki, uşaqlar, elə-belə əvəzliyi mənsubiyyət şəkilçisi qəbul etdikdən sonra hallanır, cəmlənir, yəni ismi əvəz eləyə bilir. Eləsinə az təsadüf olunur. Aydın oldu mu? Beləsini heç görməmişəm. Elə-belə əvəzliklərinin uşaqlar yazılsın ki, ədadla homonimliyi var. Hətta belə cümlələr var ki, orada əvəzli ədatı fərqləndirməsi biz intonasiyadan istifadə edirik. Baxın, belə səni xoş görəsən. Burada belə söz suala cavab verirmi? Vermir. Suala cavab verməsə deməli nə mövqeyindədir? Ədat mövqeyində. Belə insanlara baş qoşma. Burada necə insanlara baş qoşma mövqeyindədir? Burada yazılsın ki, əvəzlidir. Və ya elə sən deyəndir. Burada elə söz suala cavab verilmir, xeyr. Deməli, burada nədir uşaqlar? Yazılsın ki, ədat mövqeyindədir. Elə dost çətin tapılar. Burada isə hansı mövqedə yazılsın ki, burada yazılsın ki, əvəzliyi mövqeyində. Çünki suala cavab verir. Keçirik həmin əvəzliyinə. Həmin əvəzliyinin uşaqlar əsas sintaktik funksiyası sifəti əvəz etməkdir. Yəni, sizdən soruşsalar həmin əvəzliyi ümumiyyətlə yazılsın ki, yalnız sifəti əvəz edə bilir. Əsas mövqeyində. Yazılsın ki, məsələn deyir, bundan əlavə mətn daxilində, bayaqki kimi, mətn daxilində sayı da, ismi də, feili sifət də əvəz edə bilər. Aydın oldu mu? Baxın, qardaşım 5 mərtəbəli binada yaşayır. Düzdürmü? Biz də həmin binada qalırıq. Burada həmin sözü birinci cümləmizdə hansı söz əvəz elədi? 5 mərtəbəli sözünü. Düzdürmü? 5 mərtəbəli nitq hissəsi olaraq nədir? Sifət. Sifət əvəz elədi. Qardaşım 5-ci binada yaşayır. Biz də həmin binada yaşayırıq. Düzdürmü? Həmin sözü burada nəyə əvəz elədi? 5-ci sözünü. Düzdürmü? Sayı da əvəz elədi. Qardaşım istifadə edilməyən maşın aldı. Biz də həmin maşınla şəhərə getdik. Düzdürmü? Baxın, qardaşım istifadə edilməyən. Yapışmışıq, qardaşdan qopmuruq. Həmin maşınla neynədik? Şəhərə getdik. Sonra, baxın, ismi də əvəz eləyə bilər, amma bunu ümumiləşdirmək lazım deyil. Ümumiyyətlə ümumiləşdirmək lazım deyil. Yəni, abituriyent proqramında yazılsın ki, sizə düşəcək maksimum məsələ nədir? Həmin əvəzi yalnız sifət əvəz edir. Qoyun, sadəcə məlumat üçün deyirik ki, belə məqamlarda çıxa bilər qabağıza. Ona gümüş üzüyü aldım. Həmin üzüyü hədiyyə eləyəcəyim. Burada da həmin söz nəyə əvəz elədi? Gümüş sözünü. Gümüş sözünün nitq hissəsi olaraq nədir? İsim. Yatırlar mı? Davam eləyək. O bu əvəzliklərindən sonra vergülün işlənib işlənməməsinə diqqət edirik uşaqlar. O bu əvəzliklərindən sonra vergül nə vaxt işlənir? Nə? Birinci diqqət eləmək lazımdır ki, o bu əvəzlik cümlədə mütləqdir ki, mübtəda rolunda çıxış eləsin. Yəni, kim nə sualına cavab versin. Yadda qalar mı? O bu əvəzlik kim nə suallarından cavab verdikdən sonra, birinci məqamımız budur. Ondan sonra diqqətli olun uşaqlar. İsim, sifət, say, feili sifət, modal söz, nida, xitab, zərf işlənənsə vergül qoyulur. Birinci nəyə fikir verəcək? Kim nə sualına cavab verməlidir və ondan sonra isimdir, sifətdir, saydır, feili sifətdir, modal sözdür, zərfdir, xitabdır, bunlar gələndə vergül qoyulur. Baxın, deyirəm ki, bu qardaşımın maşınıdır. Düzdürmü? İndi baxayıq bu sözünün mövqeyinə burada. Bu sözünün burada iki cür düşünmək olar. Deyirəm ki, bu qardaşımın maşınıdır. Düzdürmü?
Düzdürmü? Burada nə sualına cavab verir? Bir də deyirəm ki, bu qardaşımın maşınıdır. Hansı qardaşımın? Bu qardaşımın. Burada vergül qoymamışam. Bax gördünüzmü? Ondan sonra isim deyələ biz dəqiqləşdirmədik əlaqa. Burada vergül qoyula da bilər, qoyulmaya da bilər. Keçək digər nümunəyə. O yuxarı qalxdı. Birinci nə edirik? Oya sual verir. Kim yuxarı qalxdı o? Kim sualına cavab verdi? Bəli. Ondan sonra gələn sözə baxırıq. Yuxarı sözünün hissəsi olan nədir? Zərfdir. Deməli vergül qoyulmalıdır. Baxın zəhmət olmasa, o əlbəttə gələcək. İndi uşaqlar haqlı olaraq sual verirlər ki, ay müəllim, gələcək sözü var da burada, feil var. Feil gələndə vergül qoyulmur yaxı. Yazırsın uşaqlar, modal sözdə bilirik də, modal söz cümlənin ortasında yananda hər iki tərəfindən vergül qoyulur. Yəni bu vergülün o əvəzində heç bir adiyyəti yoxdur. Bu vergüllərin hər ikisi yazırsın ki, modal sözlə bağlıdır. O maraqlı kitab oxudu, düzdürmü? Yenə oya sual verir. Kim o? Bu kim sualına cavab verir. Sonra gələn sözə baxaq. Maraqlı. Maraqlı burada sifət mövqeyindədir. Bunu nə edirik? Götürür. Yada qalar mı? İkinci bir məqam uşaqlar yazırsın. O bu əvəzlikləri ismin yerində işlənib. Kimlə sualına cavab verdikdə. Ondan sonra feil, yəni söhbət təsriflənən və ya feili bağlamadan məslərdən gedir. Əvəzlik, qoşma, bağlayıcı, ədat gələndə isə vergül qoyulmur. Baxın, o da səni gözləyir. Burada daim mövqeyi nədir? Bağlayıcı. Vergül qoyulmalı idi? Təbii ki, xeyr. Bu danışır. Buradan sonra kim sualına cavab verir, amma feil gəldiyi üçün vergül neynəmir? Qoyulmur. O səninlə görüşmək istəmir. Sən burada nədir uşaqlar? Şəxs əvəzidir, vergül qoyulmayacaq. Bu kömək etmədi. Kömək etmədi tərkibi feildir, neynir? Vergül qoymur. Yazdıqlar mı? Sonra uşaqlar, dilimizdə yazılsın ki, o bu əvəzdir. Cümlənin təyini olarsa, yəni sifəti əvəz edərsə, yəni vergül qoyulmayacaq. Birazdan kim nəsinə baxırdıq, indi necə nə cürünə baxaq. O kitab mənim xoşuma gəldi, düzdürmü? Burada o sualına sual verək. Hansı kitab xoşuma gəldi? O kitab. Hansı sualı verirsinizsə, artıq ondan sonra gələn nəyisə baxmaq lazımdır. Aydın oldu mu? Ondan sonra vergül qoymayacaq. Bu ilin sonunda səbirsizliyi gözləyirəm. Hansı ilin, hansı sualına cavab verdiyi də ehtiyac yoxdur baxmağa. Bəzi hallarda o bu əvəzindən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. Məsələ nədir? Bunda o bu əvəzi yazılsın ki, iki cür düşünülə bilir. Aydın oldu mu? İki cür düşünülən mövqeydə isə həm şəxs əvəzi kimi, həm iş əvəzi kimi düşünürsə, onda vergül qoyula da bilər, qoyulmaya da bilər. Məsələn, deyirəm ki, o evin sahibidir. Sual verirəm, kim o? Bunda mütləqdir ki, vergül qoyulmalıdır. Kim sualına cavab verir və ondan sonra ev sözü, yəni isim gəlir. Amma desək ki, o kənddə işləyir, düzdürmü? Kim kənddə işləyir? O kənddə işləyir. Burada da kim sualına cavab verir və isim yadı vergül qoyulur. İndi gəlin bunun nə işarə əvəzliyi mövqeyinə də baxaq. Baxın uşaqlar, o evin sahibidir. Hansı evin sahibidir? O evin. Burada isə təyin mövqeyində olduğu üçün vergül nə edəcək? Qoyulmayacaq. Və ya o kənddə işləyir. Hansı kənddə işləyir? O kənddə işləyir. Artıq işarə verirsə, vergül qoyulmayacaq. Yəni, intonasiyadan asılı olaraq nə edəcək? Dəyişəcək. Diqqətli olun uşaqlar. Bəzi məqamda, bunlar təbii ki, uşaqların verdiyi suallardan bunlara əlavə eləmişik, yazmışıq bura. Hə, deyirik ki, uşaqlar, o bu əvəzindən sonra əvəzlik gəlində vergül qoyulmur, düzdürmü? Amma bəzi məqamda o sadalama intonasiyası olduğunu vergül qoyulur. Uşaqlardan gələn suallardır. Elə eyni sualda uşaqları izah edirəm. Məsələn, deyirəm ki, o, bu, elə, belə, həmin işarə əvəzliklərdir. Burada vergül qoyular, qoyulmaz. Yəni, sadalama intonasiyası, onun mübtəda mövqeyinə heç bir adiyyəti yoxdur da. Sonra uşaqlar, baxın zəhmət olmasa. O bu əvəzlikdən sonra əvəziyyəsə vergül qoyulur. Bu o zaman mümkün ki, əvəzlikdən sonra gələn söz əlavə və ya həmciz üzvü olsun. Baxın, bu bizim dostumuz buraya yeri gəlib. Burada məsələ. Yazda qalsın ki, bu sintaktik vahiddir də bu. Buradakı vergülün əhəmiyyəti morfoloji vahid deyil. Biz buna artıq əlavə kimi baxırıq. Aydın oldu mu? Bizə lazım olan nədir? Bu bizim dostumuz. Bizim dostumuz hansı sözün əlavəsidir? Bu sözün əlavəsidir. Onun müəllimat üçün nədən istifadə olunur? Vergüldən istifadə olunur. Və ya deyirəm ki, o, mən sabah getməliyik, düzdürmü? Burada da o sözündən sonra nə gəlib? Mən gəlib, əvəzi gəlib. Amma bəyalar dediyim kimi burada nədən istifadə olunur? Sadalama intonasiyasından istifadə olunur. Ona görə vergüldən istifadə olunur. Bu qədər dərsimiz uşaqlar. Növbəti dərslərdə görüşənə dək sağ olun.